Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Ümidvaram ki, həyatınızda hər şey yaxşıdır. Bugünkü videonu mən açıq olan əməliyyatdan başlamağa qərarı aldım. Hal-hazırda Evro-USD-də long və USD GPI-də short əməliyyatımız var. Hal-hazırda dostlar, qiymət təyin olunan tərəfə gedir. Bir məsələ də var ki, bizdə saat 19:00-da dollarda xəbər var və bu xəbər də çox güman ki, bu qiymətə təsir eləyəcək. Gəlin görək əməliyyat nəyə görə açılıb dostlar. Artıq bu əməliyyatda mən bugün olmuşam və əməliyyatın biri TP olub. İndi isə yeni əməliyyata girmişəm. Dostlar, biz baxırıq ki, bizdə burada gəlin mən keçim 15 dəqiqəliyə. Bizdə burada dostlar equal paylar var. Gördüyümüz kimi baxın bu zonada. Yəni bunlar ən çox likvidli yığılan yerlərdir dostlar. Baxın, gəlin yaxınlaşdırım sizə aydın olsun. Baxın, bu maksimum, bu maksimum və bu maksimum. Yəni burada həddindən artıq çox likvidli yığılır dostlar və məncə düşünürəm ki, qiymət hal-hazırda birbaşa gedib onları hədəf alıb. Çünki bizdə burada reversal bir hərəkət baş verib, bizdə ən birinci struktur qırıldı, sonra FVG yarandı, FVG-yə test oldu və qiymət getdi və ondan əlavə bu qiymət yuxarı gedəndən sonra burada da hədəflər çoxdur. Yəni bu artıq gələcək əməliyyatlar üçün olacaq, amma hal-hazırda bizdə hədəf olaraq bu zonalardır. 14 dəqiqədən sonra xəbər çıxacaq. Gəlin baxaq. Məndə stop dostlar burdadır. 1.17.100. 13 dəqiqə bizdə xəbər çıxacaq, görək canlı əməliyyat necə yekunlaşacaq. Stop olsa stopdur, take olsa takedir. Bunun haqqında biz danışarıq. Gəlin biz baxaq görək bizdə ümumiyyətlə yanvar ayında vəziyyət necədir dostlar. Hal-hazırda burada stop lossları görürsüz, burada take profitləri görürsüz. Dünənləri çox gözəl bir situasiyalar olub və takeləri də görürsüz. Bu ümumiyyətlə bu həftə ərzində olan əməliyyatlardır. 945 dollar plus 776 dollar, 930 dollar, 404 dollar, 610 dollar, 1280 dollar və bunlar xırda sadəcə müsbətlə bağlanan əməliyyatlardır. Bunlar da bizim minuslarımızdır. Gəlin günlərə keçək, görə bizdə günlərdə nə baş verir. Hal-hazırda bütün əməliyyatları siz burada görürsüz. 2 dənə əməliyyatımız bizdə açıqdır hal-hazırda. Onları da əlavə eləyəcəm. Deməli dostlar, qeyd eləmişəm hamısını bura. 610 dollar, 404 dollar bayaqları göstərdiklərimdir. Gəlin görək biz 930 dolları hardan götürmüşük? Aha, bu əməliyyatdan götürmüşük dostlar. Bu əməliyyat birbaşa gəldi, take oldu. Baxın, burada bağlandı. Bundan sonra mən artıq çıxdım, qiymət düz bura kimi gəldi. Yəni axıra kimi gözləməmişəm, sadəcə Aziyanın maksimumu vurulandan sonra əməliyyata girmişəm. Bu əməliyyata ümumiyyətlə girmək səbəbi dostlar o idi ki, bizdə burada gördüyümüz kimi Frankfurtdan sonra London gəldi. Bütün bu equal low-ları vurdu və bununla da Asiyanın minimumu vurulmuş oldu. Və ondan sonra qiymət 5 dəqiqəlik time frame-də struktur qırılması baş verdikdən sonra mən hədəf olaraq yuxarıdakı maksimumları hədəf aldım və əlavə olaraq da bizdə burada FVG zonası vardı, hansına ki qiymət bizdə test etdi. Gəlin görək əməliyyatın vəziyyəti hal-hazırda necədir? Aha, hələ ki görürük ki normaldır. Mən baxıram hal-hazırda USD GPI 66 dollar plus, Euro-USD 95 dollar. Okey. Take olsa çox gözəl bir əməliyyatlar olacaq. Take olmasa da bugün artıq günü yekunlaşdıracağam dostlar. Hər şey qaydasında saxlamaq lazımdır. Yəni minuslar əgər sizdə olursa, yəni dirəşmək lazım deyil, fasilə vermək lazımdır. Əgər yolunuzu nəsə kəsirsə dostlar və yolun belə deyim yarısından o tərəfəni siz hoppanaraq keçmək istəyirsinizsə, hoppanıb özünüzə risk atmaqdansa böyürdə daha uzun yol varsa uzun yolla gedin və yekun olaraq hədəfə çatın. Hal-hazırda xəbərə dostlar 11 dəqiqə qalıb. Mən göstərəcəm sizə. Saytın adı bu arada Forex Factory-dir. Buradan girib məsələn saatı və Bakı vaxtını qoya bilərsiniz. Buradan 24 saatı seçirsiniz və sizdə xəbərlər bu cür görsənir. Bugün gördüyümüz kimi yanvarın 22-sidir. Bizdə artıq 17:30-da xəbərlər oldu. Dollar pozitiv çıxdı. Amma bazara bu bir qədər o qədər də təsir eləmədi. Euro əksinə yuxarı getməyə davam eləyir. Görək 19:00-da olan xəbərin təsiri necə olacaq. Hamısını canlı çəkəcəm. Yəni stop da olsa, take də olsa hamısı burada qalacaq. Gəlin görək bizdə necə yekunlaşacaq əməliyyat dostlar. 9 dəqiqə qalıb. Baxaq başqa yerlərdə vəziyyət necədir? USD GPI, okey. USD GPI ilk dəfə bu zonaya gəlində FVG-dən test verdi, getdi yenidən yuxarı, dəydi və hal-hazırda qayıdır. Burada mən Asiyanın minimumunu qeyd eləmişəm hədəf olaraq. Görək qiymətimiz gedib ora çatacaqmı, çatmayacaqmı? Euro-USD-də də bəllidir, əməliyyatlar bir-birinə tərs açılıb, yəni Euro-USD-də bizdə long açılıb, USD GPI-də isə short açılıb. Gəlin baxaq bizdə nə olacaq. Bugün artıq mən shortdan bir dəfə
gəlir əldə etmişəm dostlar. Gördüyünüz kimi take olub. Burada da həmin bu FVG test nəzərdə tutulmuşdu və burada bizdə kiçik time frame-də struktur pozulması var idi. Gördüyümüz kimi. Və bu struktur pozulmasından sonra mən əməliyyata daxil oldum və take-i götürdüm. 8 dəqiqə dostlar. Stop əslində çox yaxın məsafədədir. Amma mən xəbərlərdə bir şeyin fərqinə varmışam ki, əgər əməliyyatı düz tərəfə açmısınızsa, xəbərin sizə o qədər də təsiri olmur. Təbii ki, bəzi xəbərləri çıxmaq şərti ilə bu non-farm xəbərləridir, hansında ki, əməliyyat açmağı ümumiyyətlə sizə məsləhət görmürəm. Yəni əməliyyat siz açan tərəfə getsə də elə bir spreadlə açıla bilər ki, siz mənfi ilə bağlanarsınız, sonra isə gedər siz açan tərəfə. Yəni xəbərlərdə əməliyyat açmağı məsləhət görmürəm sizə. Gəlin baxaq başqa nə əməliyyat var idi bizdə burada. $776. Gəlin görək bu nə əməliyyat olub. Bəli, bu cür əməliyyat olub dostlar. Yenə də bizdə equal low-lar və əməliyyat TP ilə bağlanıb. Yəni buradakı kimi yox, buradan da aşağı gedib qiymət. Minus $657. Biz burada stop loss olmuşuq, gördüyümüz kimi. Bunu deyəsən sizə keçən dərsdə göstərmişdim mən jurnal dərsində. Sonra $610, gördüyümüz kimi take profit olub əməliyyat. Və bu cür gözəl bir əməliyyatlarımız olub. Təbii ki, stoplarımız da olub. Gəlin bir neçə stopa da baxaq dostlar. Bu hansı əməliyyatdır? Bəli, burada əməliyyata məsələn tam olaraq təsdiq almadan girmişəm və yekunda çox gözəl şəkildə stop olmuşuq. Bu əməliyyat bizdə take olub, ondan sonraki əməliyyat isə stop olub, amma stop məsafəsi kifayət qədər qısa olub. Yəni stop olsa da çox məbləğ itirməyib. Mən ümumiyyətlə çalışıram ki, əgər daha az məbləğlə bağlaya bilirəmsə əməliyyatı bağlayıram. Bunun üçün təbii ki, mənə səbəblər lazımdır və bu çox vacib məsələdir ki, sən görəsən ki, əməliyyatı bağlamağa dəyər yoxsa yox. Elə ola bilər ki, bağlayarsan, sonra təzədən gedərsən lazım olan tərəfə. Amma çox şükür ki, çıxdığım əməliyyatlarda hələ indiyənə qədər elə bir şey olmayıb. Çünki mən konkret olaraq balaca time frame-lərdə qırılma görəndən sonra əməliyyatım mənfiyə gedirsə və görürəm ki, qiymət artıq çönüb, mən o əməliyyatı bağlayıram. Bizdə dostlar tam olaraq 5 dəqiqə 20 saniyə qalıb. Hal-hazırda USD GPI $66, Euro USD $185 plusdadır. Amma take olsa $1000 bizə profit gətirməlidir. Görək necə olacaq? Heç bir həyəcan falan yoxdur dostlar. Çünki hər şey elə hesablamışam ki, yəni stop da olsam, artıq bilirəm ki, təkcə bu günə fokuslanmaq lazım deyil. Yəni uzun vadədə, məsələn, bugün 1000 qazanmısınız, sabah 500 itirdiniz, dirəşmək lazım deyil. O bir gün 700 qazandınız, artıq $200 dünənə nisbətən qabaqdasınız. Sonra $300, $400, yəni yavaş-yavaş getmək lazımdır. Sadəcə belə deyim, əməliyyata fokuslanmaq lazımdır və öz həyatınıza. Yəni çalışın başqa faktorlara fikir verməyəsiniz. Əgər tradinglə məşğulsunuzsa, tradinglə də məşğul olun. Ciddi şəkildə məşğul olun. Yəni 5-10 dəqiqə YouTube-da video izləməklə və yaxud da ki, sadəcə hansısa strategiyanı öyrənməklə olan şeylər deyil bunlar dostlar. Çünki əvvəllər də məndə həddindən artıq çox stop losslar olurdu. Ondan pisi qazandığım gəliri saxlaya bilmirdim, amma indi şükür ki, hər şey düzəlir. Bu da onun sayəsindədir ki, dostlar, jurnal var, səhvlərin analizi var. Əməliyyata nə vaxt girməli olduğumu bilirəm, hansı sessiyalarda uğursuz olduğumu bilirəm. Ümumiyyətlə psixologiyamdan həddindən artıq çox işləyirəm. Çünki lazımdır. Başqa cür alınası bir şey deyil. Yəni siz rəqəmlərlə oynamağı bacarmalısınız. Bir stop alanda keyfiniz pozulursa dostlar, bu işlə ümumiyyətlə məşğul olmayın. Mən təzə başlayanda arda-arda 3 stop aldım dostlar və nəticədə o birisi gün 2% gəlirdən müsbətə çıxdım. Yəni sadəcə kalendarda, məsələn, adi jurnalın özündə siz qeydlərə baxsaz, görə bilərsiniz ki, məsələn, minus, dalıca plus, minus, sonra plus. Yəni siz bunu görmədən bunları görə bilmərsiniz. Yəni bunu həmişə nəzərinizdə saxlayın. Yəni həmişə bunlar olmayacaq. Baxın, bu müsbətlər həmişə olmayacaq. Arda-arda 4 dənə stopda ola bilərsiniz, 2 dənə də ola bilərsiniz. Əsas odur ki, siz oyunda qalasınız. Okey, bizdə hal-hazırda dostlar 2 dəqiqə 50 saniyə qalıb və mən hal-hazırda bunu görürəm burada, bizdə burada göstərir. Bir gözümlə qrafikə baxacağam, bir gözümlə də bura baxacağam. Dostlar, görə bizə nə baş verir? Gəlin keçək qrafikə. Euro USD-nə qoşacağam. USD GPI-yə də telefonda baxacağam dostlar, çünki maraqlıdır. Görək
görək nə dərəcədə xəbərlər bizim əməliyyata təsir edəcək. Stop olsam da dostlar, hamısı bura düşəcək, take olsam da bura düşəcək. Sadəcə əməliyyatı bağlamaq istəmədim, çünki əməliyyatımdan əminəm dostlar. Çünki bizim konkret olaraq qarşımızda hədəf var və o hədəfləri vurmamaq çox mənasız olar və qiymət də bir zəhmət çönmüşkən əsas görsənilən hədəfləri bir zəhmət vursun. Çünki bizdə ümumi trend də hal-hazırda yuxarıda gördüyümüz kimi biz sadəcə korreksiyaya gəlmişik və buradan qaydırıq. Buradan qaydanda isə bunlar bizim üçün məsələn hansısa bir maneə deyil. Biz bunlara çox rahat şəkildə vurmalıyıq və görək indi necə baş verəcək bu. Xəbərə dostlar 1 dəqiqə 40 saniyə qalıb. Gəlin sakitcə gözləyə görək nə baş verəcək bizdə. Hal-hazırda bizdə xəbərə 15 saniyə qalmış spreadlər böyüməyə başlayacaq və biz də bundan yararlanmağa çalışacağıq. Ümid eləyirəm ki, spreadlə bizi çıxartmazlar dostlar. Belə problem yoxdur. Mənfidirsə mənfidir, müsbətdirsə müsbətdir. Heç bir qorxusu yoxdur. Sadəcə istəmədiyim odur ki, biz spreadlə çıxmayaq. Gəlin baxaq. OK, 30 saniyə. 20 saniyə qalıb dostlar. Hal-hazırda MetaTrader'da bizdə spreadlər böyüməlidir. Görək necə nəticə verəcək ümumiyyətlə bu xəbər bizə. Ümidvaram ki, sadəcə bizə take olmağa kömək eləyər. İnanıram buna, yəni 3 saniyə. OK, xəbər çıxdı bizdə. Görək nə baş verdi. OK, kalendar. Aha, gözlənilir hələ. Hələ ki gözlənilir. OK, görək necə çıxacaq bizim xəbərlərimiz. OK, core gözlənildiyi kimi çıxdı. Qiymətə baxaq. OK, qiymətimiz yaşıl olaraq davam eləyir. Dostlar, bu arada spreadlər çox böyümədi. Xəbər gözlənildiyi kimi çıxdı. OK, USD GPI də bizdə plusa getdi. Gəlin baxaq. Çox təsir eləmədi və buna sevindim sözün açığı. Çünki xəbərlərdən çox şey asılıdır. Bəzən bütöv bir hərəkəti dəyişə bilir xəbərlər. Əməliyyatımız açıq olaraq qalıb, görüm o birisi xəbərlər də çıxdı, yoxsa gözlənilir hələ. Aha, bu sarı xəbərlərdir. Bunlar o qədər də güclü xəbər deyil. Əsas bu idi. Bu da gözlənilən kimi çıxdı. Ona görə də sadəcə bazar təsdiq aldı ki, getdiyin tərəfə get. USD GPI, OK, Euro USD. Hardadır bizdə Euro USD? Heç nə dostlar, bu videonu hal-hazırda yekunlaşdırıram. Onsuz videonu mən paylaşandan sonra nəticə necə oldu biləcəksiniz. Bundan qabaq kifayət qədər take almışam dostlar. Stoplarım da olub. Ona görə bu əməliyyat xeyirlə bağlansa da, mənfi ilə bağlansa da heç bir qorxusu yoxdur. Sadəcə nəticəni yazarsınız aşağıda. Dostlar, elə videonu montaj eləyirdim ki, əməliyyatın biri təpə oldu, Euro USD. Hal-hazırda gördüyünüz kimi təpəni də vurdu, onu da keçdi. Necə analiz eləmişdiksə elə də oldu dostlar. Euro USD təpədən də yuxarı getdi. Yəni çox gözəl bir əməliyyat oldu bu. İndi burada siz MetaTrader'dan ekran yazısını da görürsüz. USD GPI-də hal-hazırda təpə olmaq üzrədir. Mən MetaTrader'da təpəni biraz aşağı çəkmişəm, amma buranı keçib geri qayıtmağa başlasa əməliyyatı bağlayacağam, amma ilkin olaraq təpəmizə demək olar ki, çatır. Hər birinizə uğurlar dostlar və növbəti videolarda görüşənədək.